Respublikamızda günəş radiasiyasının miqdarı daha yüksək olduğu ərazilər. İlk növbədə onu deyək ki, günəş radiasiyasının miqdarı ərazidəki günəş saatların miqdarından asılı olaraq dəyişir ki, hansı ki, bizdə Azərbaycan ərazisində elə bölgələr var ki, buludlu günlərin sayı çox, elə ərazilər var ki, buludlu günlərin sayı az olur. Buludlu günlərin sayının çox olduğu yerlərdə ümumi günəş radiasiyasının miqdarı az, buludlu günlərin sayı az olan bölgələrdə isə əksinə, yəni günəş radiasiyasının miqdarı və günəş saatlarının miqdarı bol olmuş olur. Belə ki, biz bədlərimizə nəzər salaq belə isə, deməli Lənkəran bəli, Azərbaycanda Lənkəran ərazisi demək olar ki, buludlu günlərin sayının ən çox olduğu, yəni günəş saatı miqdarı ən az olduğu bölgələrdəndir. Demək ki, bu bəndin burada olması yanlış bənd olacaq. Eyni ilə də burada digər bəndimizdə Talış dağları, eyni zamanda Qanı Xəritçə, Şolvar, bunlar da günəş radiasiyası miqdarı az olan bölgələrimiz sayılır. Digər bəndimizdə Ceyrançöl, bəli, günəş saatan miqdarı boldur, Qobustan ərazisində boldur, amma dağ ətəyi ərazilərdə buludlu günlərin sayı çox olsun, yenidən radiasiyanın kəmiyyəti azalır. Bu bənd də yanlışdır. Digərinə bəli, Acunxo buludlu günlərin sayı az olduğu üçün radiasiya boldur. Eyni ilə də Abşeronda da boldur, amma Lənkəran bayaq dediyimiz kimi günəş radiasiyası miqdarı az olmuş olur. Demək doğru bəndimizdə qalır burada. Araz boyu, Küraraz və Abşeron Qobustan ərazisi olan bənd doğru bənd olacaqdır.